Bu imtahan haqsız olub nəyə görə? Necə olur ki, savadsızlar keçir, mən keçmirəm? Yəni ki, burada haqsızlıq göz önündədir. Xitamlar da, imtahanlar da hamısı mən elə başa düşürəm, heç bir möhür yoxdur, imza yoxdur, qurama bir oyunlardır. Bunu biz yaxşı bilirik. Ülviyə Məmmədova 30 nömrəli uşaq musiqi məktəbində ixtisasım fortepiano müəlliməsi və konsertmeyster vəzifəsindəyim. Mənim şikayətim odur ki, mən öz işimə uyğun ola mənə 1-2 səhv sualını cavablandırmadığım üçün mənə deyilir ki, siz yararsızsınız, işə xitam verilir. Amma mənə maraqlıdır ki, bəs necə olur ki, mənim kimi müəllimələr uğurlu nəticə ilə keçib işləyə bilirlər, amma mən bu səviyyəmə görə mən yararsız sayılıram. Məncə bu ədalətsizlik olmuşdur. Mən görürəm ki, elə müəllimlər var ki, elementar sualından uğurlu nəticə əldə elədilər, amma bizə baxıram ki, bizim niyə bəs cavablarımız qəbul olunmur, doğru cavabımız, hansısa bir suala görə siz yetərsizsiniz işinizə. Fevralın 28-dən musiqi müəllimlərə attestasiya keçirildi. Attestasiya keçirilib və hər məktəbin ayrıca günləri olub, imtahan tarixi olub. Biz vermişdik mart ayının 12-si. 3 ay əvvəl biz hazırlaşmışıq. Gəlib attestasiyadan 1-2 səhv suala görə bizə yararsızsınız işinizə kimi belə bir maddə ilə biz işdən çıxarılırıq. Rəhbər də deyir ki, yəni ki, kəsilmişsiniz də, attestasiyadan imtahan vermişsiniz, kəsilmişsiniz rəhbərlikdən. Halbuki rəhbərliyin öhdəsinə qoyulub ki, müəlliməni müdafiə edə bilər, amma rəhbər, bizim direktor deyir ki, mən heç cürə sizə dəstək ola bilmərəm. Musayeva Səbinə 27 ildir ki, fortepiano müəlliməsi kimi işləyirdim. Bizə haqsızlıq olub. Bura yığılmamızın səbəbi prezidentimizə səsimizi çatdırmaqdır. Xahiş edirəm, bu ədalətsizlikdir, qanunsuz imtahan olub, attestasiya olunub. Yəni ki, 15-20 dəqiqə ərzində bir müəllimənin fəaliyyətinə son qoymaq olmaz. Mənim istədiyimə şəxsən öz adıma deyirəm ki, mənə çox pis təsir eləyir. Mənə maddi cəhətdən çox mənəvi cəhətdən mənə təsir eləyir ki, mənim öz sevdiyim peşəmdən sən necə əmr verib məni çıxarda bilərsən. Bu imtahan haqsız olub nəyə görə? Necə olur ki, mən neçə illikdir, mənim kollektivdə də, müdiriyyətim də bilir ki, mən necə, valideynlər də bilir ki, mən necə müəlliməyəm də. Necə olur ki, savadsızlar keçir, mən keçmirəm? Yəni ki, burada haqsızlıq göz önündədir. Göz önündədir ki, bu müəllimələrə haqsızlıq olub. Savadlılar qalıb, savadsızlar keçib. Onu araşdırılsın. Bu attestasiya başı ümumiyyətcə ləğv olunmalıdır. Bu işə baxılsın, biz işə qaytarılaq. Bu boyda qadını, Azərbaycan qadını niyə incidirlər? Niyə biz küçələrə düşməliyik, biz qapı-qapı gəzməliyik, bizim hüquqlarımızı niyə pozurlar, bizi niyə əzirlər, bizim səsimizi duysunlar, xahiş eləyirəm. Ruhullayeva İradə 33 nömrəli, Bakı 33 nömrəli musiqi məktəbinin müəlliməsi. Müəllimlərin bilik və bacarığını yoxlamaq adı ilə bu işin kökündə bir o durur ki, büdcədən pul verməsinlər və bu qurama oyunları biz çox yaxşı anlayırıq, başa düşürük. Çünki 20 dəqiqə ərzində sən müəllimin 43 illik fəaliyyətini araşdıra bilməzsən. Sən müəllimin iş metoduna, necə dərsi keçməsinə, praktikasına baxıb, dərsində oturub, ətraflı 2-3 sualla müəllimi sən fəaliyyətinə son qoya bilməzsən, yararsız deyə bilməzsən. İşdən çıxarılma hansı qanunla, hansı maddəyə əsasən? Niyə Mədəniyyət Nazirliyi çıxıb bu boyda müəllimlərin haqq səsinə səs vermir, fikrini bildirmir? Heç o gələn xitamlar da, imtahanlar da hamısı mən elə başa düşürəm, heç bir möhür yoxdur, imza yoxdur, qurama bir oyunlardır.
Bunu biz yaxşı bilirik. Nə oldu? Bu 700 müəllimin hamısı savadsız oldu. 3 sual, yəni belə çıxır ki, sual verir, sən ağzını açmaq istəyirsən, oradan deyir yavaş nə deməkdir? Beynin fikir dolaşır və yenidən deyir davam elə çıtqanı. İmkan vermir bu metodu, bu taktikanı biz indi yox, çoxdan bilirik bu gedişatları. Nəticədə də olsun ki, cavab vermədi. Yenə deyirəm, oyunun, bu qurama oyunların kökündə büdcədən pul verməmək, hələ nə qədər də ixtisara salacaqlar. Məqsəd budur. Və dediyim kimi, kimlər çıxmalıdır, onlar əvvəlcədən bilirdilər, siyahıda qoyulubdur. Tələbimiz odur ki, bu imtahan quramadır, ləğv olunsun, heç ikinci şans da istəmirəm. Mən əziyyət çəkib öyrənmişəm, yenidən bir də oturub hocam, mən şagirdəm, bəs mən işə gedirəm, şagird hazırlayıram, bütün günü məktəbdə, konsertə hazırla. Bizim işimiz başımız olur. Gecələr yuxusuz qalmaq ancaq qalır bizə vaxt. Ailə başçısıyıq. Bunların hamısını nəzərə almalılar. Bu çox absurddur, gülüncdür. Belə imtahan keçirilə bilməz.